Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliyinə qarşı əski türkçə kitabları ya türkçə əski kitabların 283-cü bölümün başlayıram. Allaha min mərtəbə şükür ki, bu günləri də bizə qismət elədi. Yenidən eləyə bilək ki, dədələrimizin, nənələrimizin yüzlər il, minlər il bundan qabaq yaratdığı uyğarlıqlardan keçən min ildən biraz çox da yazılan kitablarla bizi tanış eləməyə macal verdi. Gedək görək ki, bu günləri hangi kitab şansımıza çıxır ki, onu oxuyaq və biraz keçmişimizlə tanış olaq. Əgər indi mən burada dünənləri Ricalullahı əgər fikirləyirəm, səhv eləməsəm, Şəmsiyyə və Ricalullah deyə kitabları tanış olduq bu iki kitabı və bu günləri gedirik ki, Məcalisün Nəfaisi Əlişir Nəvaidən əlyazma kitabı görək. Təəssüflə bu kitabı da gördüyünüz kimi əks salınanda çox dumanlı əks salıbdır. Eləyə bilsək, oxuya bilsək bunu, çünki biraz daha zorlaşdırır. Əvvəl bu kitabın kiçiklərək səhifəyə yerləşsin, görək ki, bu vəziyyəti, kitab vəziyyəti nə cürdür. Deyir ki, Məcalisün Nəfaisi Əlişir Nəvainin əlyazma kitabının 55 səhifəsi var. Bu elə birinci səhifədir, cildi salmayıblar. İkinci səhifədə davam edir. Gördüyünüz kimi keyfiyyət əksin keyfiyyəti yoxdur. Amma burada səhifələrə diqqət eləsəz üstə, mən qeyd edirəm, birinci səhifədən başlayıram. Bu birinci səhifədir. Bu 2 dənə burada ədəd görürük. Bir 762 ki, ərəb-türk şeylə yazılıbdır, ədədi ilə yazılıbdır. Bir də 303 görünür ki, bu da latincə yazılıbdır. İndi bu səhifəyə qoymayıblar, bu birisinə qoyublar 763. Yəni cüt-cüt gedib qabağa, ona görə səhifələrdən cüt-cüt gedir. Bu da əlbəttə o 300 indi oldu 4 məsələn. Bu oldu 305, o da oldu 700. Yəni zahirən burada 2 cürə buna şey qoyublar, səhifələrə nömrə qoyublar. Bu bunu göstərir ki, bu kitabın əvvəlində bir ayrı kitab var imiş. Ki, onun səhifələridir. Yəni bu kitab ki, indi əlan görürük, Məcalisün Nəfais bir ayrı kitabın içindən bir risalə kimi ona əlavə olmuş. Beləsində o səhifələri mən gördüyüm üçün davam edirəm. Daha bunu çox istəmirəm ki, o haqda tozih verəm. Gördüyünüz kimi yazı çox gözəl yazılıbdır. Əfqanistanda bilirsiniz, bugünkü Əfqanistan torpaqları taza torpaqdır. Əfqanistanda tarixdə məmləkət olmayıbdır. Bu torpaq, Əfqanistan dedikləri Birinci Dünya Savaşından sonra yaranıbdır. Ya biraz öncə, biraz sonra yaranıbdır. Yəni bu batılılar yaratdıkları məmləkətdir. Böl və idarə elə üstüylə bunu yaradıblar. İndi burada baxırıq, görürük ki, indi kitabın keyfiyyəti yaxşı deyil, əksi yaxşı deyil. Amma görürük ki, qərə yazıların ortasında, orada bir qırmızı yazı da yazıblar. O da bu anlamdadır ki, burada qonu dəyişilir, bir ayrı məsələ mətrəh olacaqdır. Onun üçün beləsi gətiriblər. Kitab 55 səhifə idi, biz yetişdik sonuna. Əvvəl bunun sonunda bir baxaq görək ki, bir tarix buradan tapa bilirik ya yox. Əvvəl kitabın adını yazaq oldu. Ad Məcalis ərəbcədir. Məcalis ən-Nəfais yazar Əlişir Nəvai
indiki Əfqanistan hesablanır. Duayı ixtitam. Aha, burada biraz qabaqlıqdan gələ oxuyaq. Və bu səltənət borcinin məhdi alam biraz gələkdir. Buradan oxuyayım çünki istəyirəm qeydə bir də sondan bəlkə oxuduq bunu. Və bu səltənət borcinin möhri aləm arası kəmali dərəcəsidin ilanmasın ol Humayun təbinin bu növ diqqətsazlıq və nöqtə pərdazlıqların spihri dəbiri yıllar yetsə tamam itmaz və xəru xirəd və xəru xurdedan xər böyük anlamındadır, bilirsiniz. İndi bizdə eşeğə işlədirik, farslar işlədirlər, amma xər böyük və xurdedan da ya xırdalar. Xurdedan xoş təqriri qərrilər etsə itmağa yetmaz. Uli ol kim ixtisar ilə tamam qılğay dua bila ixtitam birilkay. Ya Rəbb, görək dua nə cür edir və əcəba burada bir tarix də bizə deyir ya yox. Əlbəttə tarixi bəllidir. Yəni buracan bu rəhmətliyin Əli Şiri Nəvaidən bir 2-3 kitabını oxumuşuq. Tarixində neçə dəfə, hətta bir cələsədə Əli Şiri Nəvai dövründə yazdıqları kitabların adların və hangi tarixdə yazılıb təqribən onları oxuduq. Ya Rəbb, bu zaman şahlarının şahi kim gönclü ürürsə sirri nəhan agahi bir gil ana ouc mahdin bir kil anka ouc mahdin tabası bilkim ni ki bar irsə anın dilxası kök ərsəsi bizim kahi olsun, bəzmikahi olsun ya Rəbb. Gök ərsəsi bəzmicahi olsun ya Rəbb. Gün şəmsəsi çətri masi olsun ya Rəbb. Kökəbi ədədi sipasi olsun ya Rəbb. Hər işdə haqq pənahi olsun ya Rəbb təmmə. Təəssüflə burada tarix görmədik. Bəlkə bir səfər öncədən başlasaq bir tarix görərik. Qeydək kitabın əvvəlindən görək ki, nəqqaşisini bilirik. Bu nəqqaşi Osmanlının nəqqaşiləri, yəni buna təzhib deyilmişlər. Təzhiblər Osmanlının təzhibinin forməti özünə aid bir forməti var. Yəni mən belə görürəm ki, hər bir silsilə ki iş üstə gəlir türklərdə və İslamda, bu silsilə özünə aid hünər, özünə özəl memarlıq, özünə özəl düşüncə, özünə özəl ordu, özünə özəl savaş formətləri, özünə özəl uyğarlıqları özünə özəl edir. Güc, bilirsiniz, gücdə bu şey var. İnsanlar əvvələn gücə aşıqdırlar. Gücü də hərdən bir şeydə görər insan. Yəni əsrdən əsrə gücün görükmə, özün göstərməsi fərqli olur. İnsanlar gücün aşiqidirlər və gücün əsiridirlər. Güc insanları özünə bərdə edir, özünə bəndə edir. Həm güc sahiblərin, həm gücsüzləri. Özəlliklə gücsüzlər gücə aşiq olduqları üçün güclü tərəfdə nə olsa onu qəbul edirlər. Məsələn, güclü tərəfdə sabah hamı tumancaq gəlsə, gücsüzlər tumancaq gələrlər. Sabahları gücsüzlər hangi dinə geçsələr güclülər, gücsüzlər də o dinə gedərlər. Güclülər hangi cürə giyinsələr, hangi cürə danışsalar, hangi cürə arayış eləsələr, özlərini bəzəsələr, hangi cürə hər nə eləsələr, yəni o moda olar. O paltar, o geyim, o
bəzənmək, o oturub durmaq, o cür danışmaq, o cür yerimaq, o cür gəlged eləmək, o cür qonaqlıq, o cür toy, o cür gəlin alıb vermək mod olar. Əgər bu gün İranda görürsünüz ki, hər şey dəyişilib bir vəziyyətdədir, mən bunu dünənləri bir məqalənin də çərçivəsini yazmağa çalışırdım. Hələ məqalə olmayıbdı, amma cəlib qonu gəldi zehnimə ki, güclə çox şeyin ilgisi var. Bunun haqqında biz çoxlu fəlsəfə bəhslərində dostumla, Allah saxlasın, Oğuz bəy Türk cənabları ilə özüm Günas TV zamanlarından ta bir neçə ay bundan öncəyəcən danışmışıq. Amma mən dünənləri bunu tazaşdan düşünürdüm. Və bir Məsihi dostumla da bunu danışırdım. O da bir ayrı Allah məsələsini ortaya fori gətirdi. Allah məsələsini, xəlqət məsələsini filan. Bunları da ortaya gətirdi. Onlar da güc məsələsidir məncə. Hər halda bunlar var idi. Bu güc dediyim kimi hər yerdə öz memarlığın, öz hünərin, öz incə sənətin, öz musiqisin. Məsələn, mən baxırdım, İslam dünyasında bəzi yerlərdə musiqini haram eləyiblər. Bu cümlədən şiəliklərdə. Amma bunun qarşısında Məsihiyyətdə musiqi halal olduğu üçün musiqi çox inkişaf eləyibdi. Onun üçün musiqi dəstgahları çox düzəlibdi. O dəstgahlar üçün ondan musiqi çalalar, onun üstündə çox işləyiblər. Çünki kilisanın bir parçasıdır musiqi əslində. Hətta indi burada bəzi kilisalar var ki, onun içində çalırlar, oynurlar. Yəni adamlar gedirlər oraya, elə bir konsertə gediblər. Çalırlar, oynurlar filan bəhmən. Belə bir kilisalar da var. Bizim İslam dünyasında musiqi bəzi, dedim, özəlliklə şiələrdə çox çətinliklə qarşı-qarşıya durduğu üçün çox inkişaf eləməyibdi. Eləyib, ha, nəinki eləməyibdi. Amma musiqinin qarşısında o musiqi İslamdan deyil də, yəni əslində mollaların əlindən zoru çatmayan bölüm musiqidir. Mollaların zoru çatsaydı musiqi qədağan olardı. Amma mollaların zoru çatmayıbdı topluma ki, musiqini kamil aradan götürələr. Amma nə olubdu? İslamda səs inkişaf eləyibdi. Yəni məsələn İslamda insanlar bu boğazdan ki səs çıxadırlar, oxuyacaqlar, Quran oxuyacaqlar, əzan deyəcəklər filan. Bunların üstündə çox zəhmət çəkiblər, çox bunu siz Batıda görmürsünüz. Batıda bu yoxdur. Çünki bunlar musiqiyə çox şey eləyiblər, gediblər. Biz isə çox səsə getmişik. Adam səsinə, musiqisiz. Hər halda istədim deyəm ki, onun üçün də baxanda görürük ki, Çindəki türklərin yaratdığı incəsənət, kitablara təzhib, Osmanlı ilə, Azərbaycan imperatorluqları ilə və Əfqanistanda olan imperatorluqlarla, hətta türk dövlətləri olan şeylərinə, silsilələrdə fərqi var. Çünki hər kəs öz mührün, hər güc öz mührün vurur incəsənətə, incəsənətin hər şeyinə. Məsələn, mən baxırdım, çoxdan da, yəni onlar bir 2-3 ildir Osmanlı musiqisi ilə tanış olmuşam. Beethoven-zad bunun yanında müştuluqdur. Və deyə bilirəm, Beethoven-zad soradır, bunlardan çox soradır. Yəni bu, amma biz üçün özümüzdə, yəni İranda bizə deyiblər, musiqi yoxdur, türklərin musiqisi, musiqi fərz eləməyiblər, Beethoven filan deyə bizə bir batılı yükləyiblər. Hər halda, qeydaq kitabımıza, bugünkü kitabdan görək nə? Bu şeyin ortasında əcəba bir şey yazılıb ya yox, bu təzhibin bir şey görmürəm. Yazılsa da mən oxuya bilmirəm. Mümkündür ki, bu dairələrin içində ola, amma mən təşxis verə bilməyəm. İndi burada gələk kitabın özünə, görək kitabın özü. 100 həmd ana kim
Yisabi cahan pastani. Nə deməkdir bu? Siyabi, siyab olacaq, paltar. Yüz həmd ana kim siyabi cahan püstani. Eylab yüzü zülfidin gülü rihani. Qıldı yasağac bu bağ ruh əfzani. Qıldı yasağac yəni qanun üzərinə, yasağac qanun üzərinə. Yasa qanundur, yasağac qanun üzərinə, qanun kimi. Yəni usul. Qıldı yasağac bu bağ ruh əfzani. Nəzm eyləyən anün bülbüli xoş əlhani. Və در درود نامحدود ال خلاصه معدوم و موجود غاکیم تا تخت فصاحت ücida tapi nişast her nəzm ki asti zümri nəzmi pərəst. Əlbəttə bu da şeir imiş, mən qatışdırmışam və gərək beləsi oxuyacağım. Şeirin davamı imiş. درود نامحدود الخلاصه معدوم و موجود غکیم تا تخت فصاحت اوجدا تاپی نشست هر نظم که آستی zümre-i nəzmi pərəst həm nəzminin payəsiğə peyrevi şikəst həm nəzmini qıldı qəratu faraqiqə pəst xurdəbinlər xidməti da və xirəd ayinlər həzrəti da məruz oلیکم nəzmi kəlam rütbəsi rəfətiqə üşbü dəlil bəsdür kim anın müqabiləsi da kim Ərəb füsəhası, bəlağət zivərləri, beylə nümayişlik və fəsahət gövhərləri, bilə arayışlıq nəzmi rə'naləri və cilvə bir vurular. Cilvə bir vurular və dəvi kusi avazesin fələk kaptururlar ya kapstururlar kapt olacaqdı kapstururlar bu nə deməkdir bilmədim əcəba bunu indi kapstururları görək ki bu ChatGPT bizə nə deyəcəkdir biraz bunu kiçildən bilsəm ki daha mənə yer çox versin fələk kaps görək ki buna bizə nə deyir fələki də iştibah yazmışam kapışdırmaq ehtimalən kapışdırmaq anlamındadır fələk kapışdırırlar ibarət qədimi ədəbi ibarəsində xətt Osmani və məmulən sual təəccübi ya şikayəti ist Bazxani imruzi Türkiye fələk kapıştırıyorlar kapışdırmaq məgər fələk ruzigar adamha را به جان هم می اندازد kapışdırmaq bəli توضیح kapıştırırlar به هم انداختن و واداشتن tamam کوس عروسی آوازسین فلک kapıştırırlar irdi Hazreti Meliki Allam'nin kelam-ı mücüz nizami xeyril ehtimalən cəzi
Xeyril olacaqdı. Heyril Xocəstə Fərcam Nizami Heyril Xocəstə Fərcam vasitəsi bilə Xeyrül Ənam əleyhi Cəbrəil olacaqdı. Cəbrəil. Həzrəti Məlik Əllamin kəlam-ı möciz nizami Cəbril. Cəbril Xocəstə Fərcam vasitəsi bilə Xeyrül Ənam əleyhissalatu vesselamğa nazil buldi. Pəs nəzm elmi qayilləri və şeir fənni kamilləri kim dəqaiq dəryani dürri paki. Dəqaiq dürri pakinin bəhr ummani və məani la'li indi bunu çox gözəl götürülməyib də onun dedi aşinaki. Əcəba atişnaki belə bir şey oxunur. Ya da ki tişnaki. La'linin bəhr ummani və məani la'li təşna ateşnaki, ateşnak əlif ilə yazılmaz əlbəttə bu. Təşnakinin kani bula alğaylar bu cəhəddin durukim alarnin nami atları və girami nami adları və girami adları yəni nami adları yəni məşhur adları alarının nami adları və girami sıfatları zamani səhayifdin durani səfayihdin məhv bulmasın deyib təsnif əhli tə'liflərdə və tə'lif xeyli təsniflərdə fusul arastə və əbvab pirastə qılıb turlar və öz kitablarına bu cəmaət zikridin zib و zinət verib zin و zinət perib durlar. O cümlədən piri Həzrəti Şeyxül İslami Mevlana Nureddin Abdurrahman Əl-Cami Abdurrahman Cami'dən danışır. Müddəzilli irşaduhu dururlar. Yəni bu Abdurrahman Cami'nin keçən dəfə dedik aynı zamanda yaşırmış, ikisi də bir zamandadır. Deyir ki durur, yəni diridir. Öyle kim bu 9 fələkini əql etsə xiyal şerdir bu. Öyle kim bu 9 fələkini əql etsə xiyal dəryayı ulumğa tapar qətrə misal. Allah Allah. Ta çeşmeyi təb'i açdı dəhr ərə ab zulal dəhrlərin arasında dəhr rüzgar içində dəhr ara ab zulal heyvan suyu birlə eyladı malamal mundaq buzurgvar ali miqdar Bəharistan atlıq kitabda kim Bəharistan adlı kitabında kim deməkdir yəni mundaq buzurgvar ali miqdar Bəharistan atlıq kitabida kim 8 ruzə açıb durur və 8 ruzi cənnətlər xəcalətidin il gözidin ixtifa pərdəsiyə qaçıb durur və ani sultan sahibgiran atı nuri atı sahibgiran atı nuri bilə bəlkə mən atı nuri atı rinuri bilə
müzil və əlqabi cövhəri bilə mükəlləl qılıb. İndi bu rinuri nə deməkdir? Mən bunu birinci dəfə görürəm. Görək ki, bu atı rinuri. Atı rinuri nə deməkdir? Atır nuri bilə. Bəlkə beləsi olsun. Atı rinuri. İncuri ki nevişdiyi kəmi müpəmir. Niyə cavabları belə yazır bilmirəm. این واژه ترکیب اسمت قدیم عثمانی آذری فارسی آمده یا bilməyibdir. Məndən sual soruşur. Anı Sultan Sahibqiran atır nuri bilə atır nuri bilə müzil və əlqabi cövhəri bilə mükəlləl qılıb pürruzesin bu mevzu nevaliğ bilabil ve metbu sedalıq inadil gülbangidin reşki nigarxani çin ve firdevsi berin qılıbdır ve emiri dövletşah kim Xurasan milkinin asli mirzadaları araside Dövletşah kim Xurasan mülkinin asli mirzadaları arasında fəzl-ü daniş ziveri bilə bəhrəmən və fosqır oxudum mən. Fəqru qənaət səadəti tacib ilə sərbəndi dövrhəm Sultan Sahibqiran atiqə təzkürətü şiiri şüəra təzkürətü şüa atlıq kitab tilib durur və bu taifəni şeyxi yaxşı cəm qılıb durur və bu babda yana dağı rəsail bu babda yana dağı kimi məsələn dağı kimi dağı rəsail və kütüb var amma barçasıda otqan şeiri keçkan füsəhanin ati məzkur və sifati məzkur və xoşun təb'i və xoş təb'iləri kim Sultan Sahibqirani yemin dövlətindən yümni dövlətindən və nətici-i tərbiyyətidin şeirinin toprak üslubida köprak çox köprak bunu bir də yazın mən bunu kamil o özümə biraz şey oldu köprak türküdür şədid qəvi çox bu iş köprə səy gərəkdir yəni çox şeirinin köprak üslubi da bi təxsisi qəzəl turida kim bar çadın dil asarak və nişat əfzarak durur tərkibi səlasət və lətafətin bu rونقیلارغه bitkürdürler. Üste yazmıştı bunu. İngilizce okuyabilsem. Yetküredürler. Görək bu ne demekti? Bunu da baxaq. Yetküredürler.
Həttəmən deyəcək ki, Azəri Osmani məmulən təəccübi ist. İmruzi yit kürə dururlar. Ya da ona yaxın. Yitkürü dururlar. Mənası aya, bihude və kürkürani miçərxənd, sərgərdanənd. Yit, yitmək, itmaq. Yit, yitmək, itmaq. Az dəst rəfdən. İtirmək, belə bir şey. Kör, bibəsirət, kör da hama. Dururlar, kökü istir desin, beləsi bir şeydən gəlibdir. Tamam. Yitkürə dururlar və məni nəzakət və qərabətin ölçə şərti barbeca gətirirlər dururlar. Atları ol cəmaət zümrəsidə bulmağın məhrum və sözləri ol qaidə və tərtib dana məlum çün şikəstə xatırğa və sinub göngülğa gildi kim bir neçə vərəq kitab gördüyünüz kimi çox rahat oxunur, amma mən istirdim ki görün burada adın, əlbəttə ehtiyacı yoxdur da, biz bilirik ki bu hangi zamanda başlayıb yazmağa və hangi zamanda Allahın rəhmətinə gedibdir. Yenə burada soruşsaq Əlişiri Nəvai deyə yazsaq onun asarlarını da gətirər. Bilirik Əlişiri Nəvai yeki az buzurgtərin şairan və qoy deyim Türkçə yazsın. Türkçə yaz lütfən. Yenə deyir ki, əzim bəd Türkçe İstanbul'u mi nevisəm. Bunu da deyim ki, Ərəbcə, Türkcə, alfabetlə yaz lütfən. Tamam. Görək ki, baş üstə. Türkcəni ərəbcə Osmanlı əlifbeti ilə yazmaq üçün əsas huruf və oxunuşları belədir. Yox, belə yox ki, indi deyəcəyəm ki, kim idi? Əlişiri Nəvai. Əlişiri Nəvai haqqda Türkcə və Türkcə ərəbcə əlifba ilə yaz lütfən. Əlbəttə, aşağıda Əlişiri Nəvai haqqında əvvəl Türkcə Latin, sonra Türkcə Ərəbcə Osmanlı əlifba ilə yazılmış mətn verirəm. Tamam, bu keçsin ora. Türkcə Ərəbcə Osmanlı. Əlişiri Nəvai Cığatay Türkcəsinin ən böyük şairi, yazarı və düşüncəsidir. Türk ədəbiyyatı tarixində çox mühüm bir yeri vardır. Nəvai 844-cü hicridə Həratda doğmuş, 906-da 6 hicridə yenə Həratda vəfat etmişdir. Teymurilər dövründə yaşamış, Sultan Hüseyn Bayqiranın yaxın dostu və dövlət adamı olmuşdur. Calibdir, burada vəyi və he ilə qoyubdur. Qabağına bir he qoyubdur. Çox gözəl. Bunu mən iki yerdə gördüm, bunu diqqət eləmədim, amma burada mühüm sözündə muhim ki farsça oxuyurlar, o cürsi yazıbdır. Yəni mim, vav, him, mühim. Çox gözəl. Yəni bizim səs forməmizi işlədir Cığatay, amma biz özümüz bunu işlətmirik. Nədən isə mənə xoş gəldi. Nəvai Türkcənin, burada da he, Türkcə, he, nin. Nəvai Türkcənin farsça qədər qüvvətli və zəngin bir ədəbi dil olduğunu savunmuş. Bu fikrini Muhakimətül Lüğəteyn adlı əsərində açıqca ortaya qoymuşdur.
Cığatay türkcəsini klassik bir ədəbiyyat dili haline gətirmişdir. Xəmsə, divanlar, lisan-ı teyr və Məcalis-ü Nəfais ki, bunu indi oxuruq, ən mühüm əsərlərindəndir. Nəvai yalnız bir şair deyil, həm də türk dili və kültürünün böyük bir müdafiidir. İstərsən Nəvaidən bir beyt Cığatayca açıqlaması ya da bu mətni daha qədim Osmanlı üslubunda da yaza bilərəm. Deyək ki, indi bu, diqqət buyursaz, deyək ki, Məcalisun Nəfais, Məcalisun Nəfais hangi ildə yazılmış? Görək ki, bunda Məcalisun Nəfais Əlişir Nəvai tərəfindən 896-cı Hicri qəməridə yazılmış. Bəs yazı tarixi 896-da Hicri qəməridə yazılmış. Miladi ilə olur 1491. Qıssə açıqlama türkcə. Bu əsər türk və fars şairlərini tanıtan ən önəmli təzkirələrdən biridir. Nəvai bu kitabında əsrin şairlərini təbəqə tanıtmış, şairlərin həyatları və şeirləri haqqında bilgi verir. Osmani əlifba ilə. Təzəşdən elə bir onu təzəşdən yazır da bunu. Mən buna ehtiyacımız yoxdur. Məcalisun Nəfais Əlişir Nəvai. İndi bu hangi ildə yazılıb? Yəni dedi ki 896-da yazılıbdır. İndi biz bunu hesablayaq görək neçə il öncə olar. 896 bundan çıxsaq 1447-ci il ki indidir. 551 il öncə yazılmış bir kitabdır. Bu qədər bu kitabdan yetişər. Kitabı oxumaq çox çətin deyil. Burada bir lüğətlər olacaq ki, mən rast gəlməmişəm indiyəcən. Amma görürsünüz ki, adam daha rahatlaşır. Yəni bunun əgər bir yaxşı bir keyfiyyətli, dumansız bir şey olsa, nəzərimə gəlir ki, daha rahat oxuyaram. Təbii ki, içində Cığatayda və o zaman, yəni 550 il bundan öncə yazılmış bir kitabdan danışıq türk dilində və Cığatay türkcəsində ki, bugün Əfqanistanda danışırlar. Onunla bizim ləhcə fərqimiz var və sözlər fərqi var. Əgər sözlər fərqi də olmasa, söz fərqi hardan gəlir dostlar? Bunu mənim yadıma gəlir, bir danışqahda bir dostum var idi, o dərs oxuyanda bərabər. Bir gün məndən soruşdu ki, sən əgər səhv eləmirsəm, rəhmətli Tatlı Səsin musiqisini açdı, mənə dedi ki, bu nə deyir? Mən anlamadım. Çünki qulaq asmamışdım türkçüyə, qulağıma adət eləməmişdi. Dedim ki, bu fərqli bir türkdür. Mən bunu bilmirəm. O halda ki, illəti budur ki, bir qulaq asmamışam, bir oxumamışam. Oxumadığım üçün bilmirəm. İndi də mən Cığatay sözlərini əgər bilmirəm, çünki oxumamışam ki, əgər mən türk dilini oxusaydım elmi şəkildə, lüğətləri ilə, sözləri ilə əvvəl ibtidaidən yox, uşaqlığımdan tanış olsaydım, ta ən yuxarı səviyyəcən ki, oxumuşam və oxuyacaqdım məsələn, təbii ki, bu Cığatay sözləri, Cığatay ləhcəsində işlənən türkcənin anlaması mənə çox qolay gələrdi. Çox rahat olardı. Çünki mən türkcə oxumuş olardım. Burada məsələn, deyək ki, 1000 dana lüğətdə mümkün 3 dana, 4 dana, 5 dana mənə zor gələrdi. Amma indi ki, türkcə oxumamışam, Azərbaycan ləhcəsində belə ki, öz ləhcəmdir. Orada bir kitab yazısı, onu oxuya bilmərəm. Niyə? Çünki axı mən türkçə bilmirəm ki. Mən əslində bir beyni yıxanmış bir insanam. Mənim beynimi mühəndislik eləyiblər fars dilinə. Mənim dilimi türk dilinə, türk ədəbiyyatına mühəndislik eləməyiblər ki, mən gələm deyəm ki, tamam, bu işi görə bilərəm.
Onun üçün bu kitabda əgər zorluğa çatırıq, neçə dəlili var. 1. Mən türk dilində dərs qoymayıblar dərs oxuyam. Yəni nəinki mən oxumamışam. Zorla bizi öz dilimizdə qoymayıblar dərs oxuyaq. Bu birinci. Bizim dilimiz günü-gündən, danışıq dili günü-gündən kiçikləşib. Çünki radio, televizyon, teatr, musiqi, sinema, hər şey ki farsça olduğu üçün bizim dilimiz günü-gündən kiçikləşibdir. 3. Bu kitab əlyazmadır. 4. Bu kitab Cığatay ləhcəsindədir. 5. Bu kitabın əksinin keyfiyyəti çox aşağıdır. 6. Kitabın əksini oxuyuram, özünü oxumuram. Özün adam götürsə, oxuduğu vəziyyət əvvələn kitabın bir iyi olar. Kitabı bir əlva alarsan, bir hiss elərsən. Onu əlində ağır yüngül elərsən. Onu oxuyanda nur, işıq bundan nə cür mənim gözümə gəlsin, onu oynada bilərsən. Burada yoxdur. Yəni kompüterin səhifəsini mən neyim ki, məsələn, heç iş görmək anında olmaz. Onun üçün məncə elə bu qədər bu kitabdan getişər. Gedim axir səhifəsindən biraz çox oxuyayım, biraz oxuduq. Biraz çox oxuyaq, görək ki, orada da özü bir tarix veribdir ki, nə var, nə yoxdur. Və hər bağının riyahini divan bu vəfayi, vəfaxahi, rə'nalasın, gör xah gülzarıqə bağ, gərdun bidadən, gərdun pedadin, ilini badə gonfardur məzmunidə saqini da müxatəb qılıb mey tutmaq istidasıda bu beyti bəğayət müntəcdur. Sağ ya tu təqil tula kərdən gərdun gibi sağərni kim. Sağ ya tutqıl tula gərdun gibi dola, həman dolamaqdır. Sağ ya tutqıl tula gərdun gibi sağərni kim. Canimə dirmin dəmi bidad gərdun qurmayın. Ta sipehri şəbistaninin şəm'i zərrinligini bədri münir bulğay və əflaki şəhristaninin məşəli əncüməni mehr aləmgir olğay. Bu ədalət ovcinin tulun ayğılə kəmlik yüzlanmasın və bu səltənət borcu. Tamam, buradan bu üzəsində oxumuşduq. Bir tarixi özü yazmıyor. Gələk bir ayrı kitab açaq. Çox da əlbəttə vaxt qoymayacağım bu birisi kitaba. Açaq görək əgər zorumuz nə çatır. Bu kitabı bu kitab Fransada saxlanır. Öz əlimizdə deyil. Adı Məcməül Xəvas-ı Sadiqi Kitabdar Nüsxə Paris. Ehtimalən bu Sadiqi adam kitabdarmış. Yəni kitabxanada dövlət ehtimalən kitabxanasında işləyirmiş. Bu yazıbdır. Əvvəl bu kitabı bir kiçildaq görək ki, nə deyir ki? Əvvəl bu kitab 247 səhifədə yazılıbdır. Görün burada nə oxuyuruq? Sadiqi ilə bibliotekare fölye. Tamam. Sadiqinin adını öldük. Fransada saxlanır. Qalanına diqqət eləməyək. Gedək bunları. 3 dəfə əvvəldə fransəlilər buna bir şeylər yazıblar, qoyublar PDF-ə. Sonra kitabın cildinə baxırıq. Cildin üstün görsətmir. İçərisini açıb kitabın için görsədir. Burada Türk 1002 deyə bir şey yazıblar. Nə deməkdir bilmirəm. İkinci səhifəsində kitabın, yəni cildin bu birisi qarşısı səhifədə, yəni birinci kağız olan yerdə tarix qoyublar. 21-i yox, bağışlayın, o 121-dir, nədir, onu bilmirəm. 2 mart ya da meydir ya da marsıdır. 1900-də bu əllərinə keçibdir. Burada da 1002 nömrəni görürük. Və buradan kitab başlanır. Kitab fotokopudur.
Əsl kitab fransızların əlində deyil, amma o kitabdan bir fotokopi çıxır. Bəlkə də kitab əsli fotokopi əllərindədir, amma məsələn onu qoyublar məxzənə, fotokopunu qoyublar eşikdə, insanlar əgər biri təhqiq edirsə, getsin onu təhqiq eləsin. Və onu da bizim üçün yayıblar. Ola bilər ki, belə də olsun. Kitabı görürük burada. Fotokopi olduğu üçün kitabın vəziyyəti görsənməyəcək o qədər. Məsələn, burada qərələr bilmirik, cırıqdır, ya kəsiflikdir, onu bilmirik. Görürük ki, kitab yarımçıq qalıbdır. Bilirik ki, Fransada olan kitabların bir çoxu yarımçılıq gedibdir. Yəni, sifariş verilibdir, nüsxə olubdur, nüsxəni qoymayıblar, hətta təkmil ola. Yəni, məsələn, burada görürük ki, Nəqqaşinin yazılmağına, Bismillahın yazılmağına, şeirlərin başında bir şey yazılacaq idi, ad yazılacaq idi, bir şey onların yazılmasına yer boş qoyulub, amma şey yoxdur. Ha belə görürük kitabın dövrəsində, yazının dövrəsində çarçivə çiziblər, onun da rəngi bəlli deyil, nə rəngdədir. Eyni halda görürük ki, yazı iki cürə görsənir. Biri çox qərə, tüt qərə, biri solğun qərə. O solğun qərə ehtimalən ayrı rəngdə, hangi rəngdə ola bilər? Qırmızı ya abi ya bir ayrı rəngdə, qızılı rəngdə ola bilər. Hər halda o burada rəngsiz düşübdür, çox rəngsiz düşübdür. Əl yazıdır, çox gözəl bir əl yazıdır, mən bunu oxuya bilirəm, amma o cür ki görürəm, bu da Cığatay ləhcəsindədir. Qırmızı burada, məsələn, burada tarixinə görə yazıbdır, nəzərimə gəlir ki, buranı gərək oxuyaq. Buranın tarixinə görə bu kitabın yazıb, ha zaman yazılıbdır. Bu kitab 248 səhifədir, 47 səhifədir. O, hara ilə bərabər PDF-də budur. Əvvəlinə, axirinə bu fransəllər bir yazılar yazıblar falan, onunla bərabər birlikdə, birgə deyək. Onunla birgə 247 səhifəlik bir kitabdır. PDF-in də hər səhifəsində kitabdan bir səhifə qoyublar. Mən dahi bunu çox deməyim deyə sürətlə vururam geçsin səhifələr. Çünki hamısının dövrəsində elə səhifələrin bir çarçivəsi vardır. Çarçivədə 3 dənə xəttdən ibarətdir, içi rəhlidir, amma burada görsənmir o rəhlər. Hamısında da bir boyu, eni boyu bir əndazədədir, bir ölçüdədir. Əndazə də türkcə ölçüdür, bir ölçüdədir. Mən indi bunu sürətlə gedim. Bəlkə də hətta axırda bir səhifəsini oxuyaram. Görək. Mənim nəzərimə buradan xətt biraz dəyişdi. Yəni, bəlkə nəzərimə biraz dəyişdi, amma çox da dəyişməyib. Yəni, diqqət edirəm beləsi, görürəm ki, o qədd də yox, dəyişməyibdir, amma bəlkə qələmin yoğun nazikliyi biraz dəyişdi. Bəlkə. Cəlibdir, əllə ki, bu qələmi yonturmuşlar, nə cür bir dənə kitabın başında eləyə bilmişlər qələmi o cür saxlasınlar. İndi burada görürük, gəldik kitabın axirinə, bu bir səfə axirdə boşdur, cildidən də əks qoymayıblar, görək cildi nə durumdadır. Bu kitabın son səhifəsini əvvəl oxuram ki, görək nədir, sonra qeydaq əvvəldən biraz da bu kitabdan tanıyaq, görək ki, axirdə əlbəttə tarixinə görə istəmir. Bustan پای خویش بخوانید جز رزمگهی جای خویش زگرزد سپرتان کردن تا نکردند شاد نیارند از نرگس و گل به باد یا به نباد چو باشد خروشید و فلان. burası Farsçaymış zahiren. İhtimalen ben de onu okuyabilmedim. Harfi terennüm be guş be mujgan خوبان آیین ستیز نبینند دیگر به جز تیغ تیز بود تا علم جلوگر در میان چو خوبان گلچهری دامن کشان تاریخی فتنه جهانبانی Səfi Mirza burada gəlir xitnə haqqında yazır. Xitnə oğlan uşaqlarının aləti tənasülünün ucundan biraz dərisini kəsirlər, ona deyirlər. O da İslam əlaməti və müsəlmanlıq əlaməti deyil. Bunu da deyim. Dostlar, Yəhudilər də kəsirlər, Məsihilər də kəsirlər. İstəyən kəsir, istəyən kəsmir. Və burada, məsələn,
Bizim vətəndə uşaqların dərisini oradan kəsəndə bir dənə dəlləh gəlir, Allah bilir nə cür kəsəcəkdir. Yəni o halda ki, bu Məsihiyyətdə, bimaristanda, xəstəxanada ki, uşaqlar oğlan uşağı olur, döktürlər, bir kağız, bir dənə kataloq gətirirlər. Uşaq alətin görsədir neçə, məsələn 12-15 cürə bunun o dərini kəsmək olar ona. Yəni eyni necə oğlanlar, qızlar başlarına, saçlarına arayış bəzirlər, üzlərini bəzirlər, ya dırnaqlarını bəzirlər. Elə oğlan uşağının alətinin də dərisini kəsməyin o cür formulları var. Gözəl çıxsın, hangisi daha gözəl çıxır, onu dədəninə seçir, o cür də kəsirlər. Bizim də bir nəvəmiz oldu, orada bunu gətirmişlər. Mən o nəvəmiz, oğlan nəvəmizin olanda, onu kəsdirəndə o əksi gördüm. Ona görə onu bildim ki, belə bir şey var. Bəli, bu sünnət Yəhudi sünnətidir. Oğlan uşağını kəsmək. Xitnə eləmək əlbəttə mənzurum. Tarix xitnə Cəhanbani Mirza Səfi Mirza در خدمه شاهزاده قدربلند. Tamam, burada elə bir zahirən bu farsi olacaqdı. Mən bundan keçim. Qeydaq əvvəlinə görək ki, əlbəttə burada yazıbdır 1267. Burada baxaq deyir ki, itmam pəziruft dövləti bəhiyyə Fransa dür. Baxın. İndi mən deyəcəksiniz ki, baxın, indi burada mən dediyimə bir dəlil. Bunu oxuyacağam. در خدمه شاهزاده قدربلند شد غنچه به سرخی بید شادی پیوند هم لاله عمر پیرهن کرد هم غنچه تاریخ کله دور افکند اسقاط لفظ کله از غنچه مقصود به تمثیل است تم بالخیر و سعاده حسب الامر سرکار عالی جاه رفیع جایجاه مجدت و نجدت همراه موسیو شارل diqqət buyurun. Bir də bunu oxuyuram. Həsəbül əmri təmmə bil xeyri və səadə həsəbül əmri sərkar alicah rəfi caygah məcdət və nəcdət həmrah Monsieur Charles Scheffer. Diqqət buyurdunuz. Monsieur Charles Scheffer mütərcimbaşi dövləti behiyyə Fransadür در İlliye İstanbul Fransa در İlliye İstanbul itmam pəziruft. Kətəbəhul Əl-Əbdül Müznib Həsən Təbrizi. Həsən Təbrizi yazıb bunu özdə. Qəfər əz-zunubəhu ha vaxt yazıbdır. Kitabı yazdığı tarixi. Fi şəhri Rəbiüssani, ikinci Rəbidə min şuhuri səniyi, hangi il? Səb'ə və sittinə və mi'ə. Bə'də əlif. Əlifi də var. Minəl hicrə. Bə'də əlifi minəl hicrə. Yazı tarixi. İndi bu ikinci kitabdır da. Bunu yazaq. Bu bir. Bu da iki. İkinci kitabın adı oldu. Ad Məcməul Xavas. Yazarı indi deyərik kimdir? Əlbəttə bu nüsxəçidir, onu bilirik. Mütərcimdir də adı. Mütərcimbaşi dövləti behiyyə Fransa der İlliye İstanbul itmam pəziruft. Yəni bu kitab onun mütərcimin əli ilə şey olubdur, yazılıbdır. Kətəbəhu Əbdülmüznəb yazar. Əlbəttə nüsxəçi. Nüsxəçi Həsən Təbrizi. Qəfər əz-zunubəhu fi şəhri Rəbiüssani. Rəbi'i-sani tarix nüsxə. Rəbi'i-sani min şuhur aylar. Səneyi səb'ə və sittinə və mi'ə ta və mi'ə ta yəni 200. Bə'də əlif.
1267. Düzdür, orada da o cürsi yazıbdır özü. Yəni ədədlə də özü yazıbdır. Min Hicrətin Nəbəviyyə. Bu tarixdə bu kitabı yazıbdır. Gedək görək ki, bunun əvvəlində belə bir kitabdır. İndi gedək görək bunun əvvəlində bu kitaba görə nə deyir? Özəlliklə o əgər türkcə olsa şeyinə baxarıq. Kitabın adını yazacağımış, nəqqaşlıq eləyəcək, bunlara yer qoymayıbdır. Ya Rəbb sədəfi təb'i gövhər zaqıl. Ya Rəbb sədəfi təb'imi gövhər zaqıl. Xurşid kəlamimni cahan araqıl. Gönlümni dürri şəkərinin ilə dərya qıl. Gönlümni dürri şükrin ilə ya şəkərin ilə şükrin olacaqdır. Gönlümni dürri şükrin ilə dərya qıl. Yəni tilimi həmdin ilə güya qıl. Burada şeirin altında bir şey yazılacaq, üstündə bir şey yazılacaq da onun yeri boş qalıbdır, bəlli deyil. Ey qətre feyzi rəhmətün bəhri nəval və qəlzəmi lütfün qal. Cahan qətrə misal. Lütfündən, lütfündən, lütfündən. Etdün sədəfi təb'imi üçün dürc xiyal. Qıl gövhəri nə'tilən ani malamal. Nə't bir şeyi tərif eləmək. Məsələn, toyda deyirlər ki, oğlan toyu mübarək, oğlanın nənəsin, dədəsin, bacısın, qardaşın, əmisin, dayısın, biləxərə tərif edirlər, ona deyirlər nə't. Ey tənc qaşıda ərsiyi çərxi vəsi. Ey tənc qaşıda, qaşın. Ey tənc qaşıda ərsiyi çərxi vəsi. Vey pəs ruxi rəhimda. Rəhikda ma payi əqli rəfi. Ya Rəbb nəqla biz ka bu əf'al şəni. Ya Rəbb nəqla biz ka bu əf'al şəni. Gər qılmayasın əla və اولاد şəfi. Qılmayasın Əli və اولاد şəfi. Bu zahirən Şiə yazıb bunu, dedik Təbrizli yazıb. Özdə 1200. Ha, indi mən o şey ki istirdim ya bu Əli Təbrizlinin baxdım tarixinə, yadımdan çıxdı ki o şeyi ki deyəcəkdim. Əvvələn Monsieur Schiffer bunu deyib yazdırıbdı. Yəni bu əl aparılıb kitabın içində, %100. Amma indi diqqət buyurun görün bu 1200 buradan bunu silim. 1267 ilində bu nüsxə yazılıbdı. İndi də 1447-dir. Üzr istəyirəm, bunu 47 eləyəcəm. Tamam. 180 il öncə bilirik ki, Fransəlilər, mən 250 il deyirəm, bəlkə də 300 il ola bilər. Bu Avropalılar, Məsihilər bizim kitablarımızı değiştirməyə çalışıblar. Kitabları değiştirməyə çalışıblar. İndi bu Təbrizliyə də bir yəni pul veriblər. Deyiblər yaz cinə və biz dediyimiz kimi ya o da pul alıb yazacaq, işlir, nə edəcəkdi ki? Mənim yadıma gəlir Allah rəhmət eləsin Qəndi əgər ölmüş olsa, yəni ölüb də bildiyim qədər sonlarda mərizlə də öldü. Allah rəhmət eləsin. Qəndi bir gün danışırdı. Dedi ki, bizim jurnalist olaraq, xəbərnigar olaraq heç vəzifəmiz yoxdur. Biz mühəndisik. Biri gedir mühəndislik oxur, biri gedir döktürlük oxur, biri gedir filan oxur. İndi Xameneyi mərizləsə döktür ona əməl eləməyəcək. Niyə? Əməl eləyəcək. Mühəndisə deyirlər zindan gedib tikməyəcək, tikəcək. Çünki pul oradan çıxır. Bizim də pulumuz xəbərnigarlıqdan çıxdığı üçün biz gedib işləyəcək yox, bizə fərq eləməz. Mənə fərq elirdi, amma o dedi beləsi. Yəni özü də beləsi işlirdi. Yəni özü deyirdi hər kəs mənə çox pul versə ona işləyəcəyəm. Və vaqəən də o cür elirdi. Yəni adam gedirdi, fəqət titr vururdu. Titr ustadı idi əslində. Adına da çəqquşu titr deyirdi. Titr vururdu. Məsələn titrinə biz alırdıq 30 min aya, o alırdı 2 milyon məsələn. Gündə də bir saat gedirdi Ruznamiyə keçsəydi, getməsəydi getmirdi. Danışqahda da elə onu dərs verirdi, yenə də elə ona pul alırdı. Yəni bir şey əlbəttə istəyirəm bunu deyəm ki, yəni sonra da mən gəldim Kanadaya. Kanada research analiziz oxudum.
Orada da bizə ustad gəlir dedi ki, siz təhqiq edirsiniz. Bir tərəf deyə təhqiq yoxdur, analiz yoxdur. Siz gedəcəksiniz, adam sizə pul verir, ona deyəcəksən nə istəyirsən? Mən nəyi sənə gətirim? O sənə deyəcək ki, nə istəyirəm? Sən də gedəcəksən onun istəyinə, millətin içindən səs toplayacaqsan, gətirəcəksən, onu razı salacaqsan. İndi də bizim kitablarımızı əgər yazıblarsa, yazdırıblarsa və ya hətta deyək ki, bizə xidmət eləyiblər, bizim kitablarımızı alıblar, aparıblarsa, bunlarda əl aparıblar. Bu nüsxələrdə, bu şeylərdə əl aparıblar. Kitabları cıra bilərlər, səfələrini dəyişdirə bilərlər, tekniklər var, mən bilmirəm, amma bilirəm tekniklər vardır ki, siz bir kitabın yazısını çox istədiyiniz yerlərdə rahatca silərsiniz, əsər qalmaz, adam belə yazılıb yazar. Onun üçün bizim, mən mütəqidəm, keçən 250 ildə, 300 ildə yazılan kitablar, hətta əlyazma kitablar, düşmənlərin əmri ilə ya müstəqimdir. Ona müstəqim deyirəm. Qeyri-müstəqim nədir? Qeyri-müstəqim budur ki, bizim hamımız indi keçən 250 ildə Avropalılara aşiq olaraq Avropa sisteminin mənimsəmişik, o cür düşünürük, o cür yazırıq, o cür ki, onlar bizə deyiblər, kitablarda öyrədiblər, danışqahlarda öyrədiblər, dünyanı o cür görürük, o cür təhlil edirik, o cür analiz edirik. Bizim yazdıqlarımızın hamısı öz milli düşüncəmizə bağlı deyil. Onlardan aldığımız düşüncəni yazırıq. Onun üçün o müstəqimlər daha zərəli azdır. Tabii ki, mən indi bu günləri yazıram. Biz mənə tay adlı insanlar yazırlar. Biz düşmənin beyni yıxanmış insanlar ki, düşmən üçün yazırıq. Düşmənin mənfəəti üçün yazırıq. Və bu düşmən bizim torpaqlarımızı, beynimizi işğal edibdir. Həmd bi hədd sifası bi qiyas sindik məbud vacibul vücud kim söz təzkürəsiğə til qılmayan cari edib və təzkürə sözüğə qələm tilin qari qılıb adəminin yaxşı eti dibaçəsin nəqqaşi qəditin ləqəd xələqnəl insana fi əhsəni təqvim. Bunu ayrı rəngdən yazıbdır. Qırmızı mənə belə gəlir, amma qərəddir burada. Ləqəd xələqnəl insana fi əhsəni təqvim lövhəsi üzərə müzəhhəb edib insani kamilinin tuğri zati fehristin tuğri zati fehristin sədqallahul əzim və sədqə rəsuluhul kərim mürəssəd kitab obrisi səhifəyə tələttüfat-i rəbbaniliğin tələttüfat-i rəbbaniliğin və ləqəd kərrəmna bəni Adəmə və əlləmə Adəməl ismaə kulləhə nuraşi nəvarişi belə bir şeydir. Bilə nəvarişi bilə imtiyaz verdi. Ağili cahildən təhkümat-ı sübhaniliğinin xalqallahul insana min təfavutin güşayişi birlə. Bunlar ki, ərəbcədir, bunların hamısı ayrı rəhdət da demirəm. Güşayişi birlə müstəsna qıldı. Sözü Peyğəmbər bəlkə Peyğəmbər sözü Peyğəmbər, sözün özü də Peyğəmbərdir. Sözü Peyğəmbər, bunu birinci dəfə eşitdim. Sözü Peyğəmbər bəlkə Peyğəmbər sözü nasixi ədyan-ı ulum bulmağıqə 29 min təqdimi və təxir mədxul məxruc bulmağı bilə bu necə kütüb və rəsail mənşurə kim ibtidai fitrətdin intihai xilqətədik fazillar və alimla tilidin atılıb və atılacaqdır bir səfhə yox kim muvafiq tuşmayıbdır və tuşmaz kəramət qıldığının möcüze-i kafidir və bu necə təsanif və dəvavin kim ağaz intizamidin enjami ixtitami ғəcə
şüərayı əsr niza və nüzəmayı nazimlər və nüzəmayı dəhr qələmidin tilib və tilib qələmidin tilib qələmlərin çalıblar. Qələmidin tilib və tilaca və tilacaqdır, vuracaqlar. Tilib və tilacaq. Tilibi əvvəl çıxadaq görək ki, bunun tilib nə deməkdir? Əlbəttə bizə tılıb düşməkdir. Bir yerə məsələn gedirsən qonaq, ora tılıb düşürsən, yəni əl cibivə atmırsan, elə oradan yeyirsən, ona tılıb deyirik. Amma bu dil sözündən gələcəkdir. Görək ki, nə dedi? Tilib vaje türkçə, qədimi, azəri, usmanlı mütunidə müxtəlif mənalarda gəlibdir. Baft və cümlə mühümdür. Amma ümumi mənaha çinindir. Mənaha çinindir. Farsça. Namə, pəyam, məktub. Bu onu ərəbcədə tilib, tələb rişəsinin həmxanəvadədir. Məsələn, o tilib ilə xəbər götürdü. Yəni o namə pəyam verdi. در گوش‌های قدیم‌تر جاهی درخواست تمنا mənasında deyilir. O tilib ilə yardım istədi. O dərxast elədi. Dil sözündən tilib olubdur. Qələmidin tilib və tilyacaqdır. Yazılıb və yazılacaqdır. Pür qəzəl bəlkə pür beyt mütabiq bir qəzəl bəlkə bir beyt mütabiq bulmayıbdır həman, bulmabdır. Bu da bir ayrı ləhcədir. Qabaqcan o bulmayıbdır oxurduq. Bu da bir ayrı ləhcədə ehtimalən General Cığatay ləhcələrindən biridir. Bulmabdır və bu bulmaz şəfəqət etdügünün kəramət şafidir. Əgərçi rast bazar kainatıda söz kalasinin nəfisliği çox durur. Çopdur və illa nəzm mətayinin xəridari çoxdur. Həzrəti Seyyid vələd Adəm. Bu bir hər kəsdir. Həzrəti Məhəmmədə ehtimalən işarə edir. Həzrəti Seyyidi vələdi Adəm Məhəmməd sallallahu aleyhi və aleyh söz məratibi bəyanida atıbdurlar. Kim? Atıbdurlar, yəni sözü atıbdır, ortaya atıbdır. Söz məratibi bəyanida atıbdurlar kim? İnnə minəş-şi'ri ləhikmətun və innə minəl-bəyani ləsihrun. Şeir bir hikmətdir və danışıq bir sehridir, cadudur. Bu təqdir ilə ərbab-ı nəzm və əshab-ı şeir söz bargahida sədrnişin və təkəllüm xanigahida xəlvətgüzin irurlar lihaza xub ə'lamlıq fürsi nöktə pərdazları gedək o birisi səhviyyə və mərğub kəlamlıq türk-ü suxənsazları bu cəmaət pərişanlığı cəmiyyəti üçün və bu taife-i cəmiyyəti pərişanlığı üçün şayiste-i məclislər və bayiste-i məhfillər arasты və pirastə qılıbdurlar. Əvvəla Şeyxul İslami Nura Abdurrahman Cami. Əvvəla Şeyxul İslami Nura Abdurrahmani Caminin Bəharistaninin pürrozesidir və yenə Əmir Kəbir Əli Şirinin Əmir Kəbir burada birinci dəfə işlənibdir. Oradan gətiriblər Əmir Kəbirə qoyublar. Sidir və yenə Əmir Kəbir Əli Şirinin Məcalis-ü Nəfaisidir və yenə Təzkürə Dövlətşahıdır və yenə Şəhzadə Aləm və Aləmiyanın Töhfə-i Samisidir. Bu silsilə-i sərhəlqi-i intizami bir-birinin üzülmasın diye və bu təzkürələr sərriştəsi bozulmasın diye məşəqqət mülkinin
şeir olur ehtimalən buradan. Çünki da buradan mən nəzərimə intizami bir-biridin üzülməsin deyə bu təzkiralar indi buradan beləsi başlayır. Şeir buradan başladı. Sərriştəsi bozulmasın deyə məşəqqət mülkinin bixan və mani bixanumani ملامت دفترینün نکدانی محبت یوشسینین خاشروبی مودت مجلسینین پایچوبی حقارت دشتینین از اف جیاهی ارادت در جهینün خاچراهی وفا سررشتسینün پایبندی دواسız درد eşkünün derdmendi ملالت اقبسینün گوشگیری جدالıq آستانinin fəqiri, təcərrüd keşverinin kamrani, təfərrüd məclisinin qıssəxani, bila hingaməsinin pişdəsti, fəna xumxanəsinin meypərəsti, əqəlli əbadi cümhur cəfri bi bəzaət. əqəlli ibadi cümhur həqiri bi bəzaət, xaksari Sadiqi kitabdar. Sadiqi kitabdar bunun yazanıdır. Yazar. Əsli kitabdar budur. Yəni bu nüsxəçidir üstdəki. Burada yazaq yazar. Sadiqi kitabdar. Xaksar, Sadiqi kitabdar bu zamanın xoş təb'i şirin kəlamları və bu dövrənin sehrsaz mücüzi nizamları kim? Bu nizam burada şeirdən mənzurdur. Bu باوجودی عدمی رعایت و کثرت مزیق معاش شعرای سابق تتبعیدا خوب atiyub yaman. Atiyub yaman barmabdur. Barmabdur yəni bar verməyibdir. Atub yaman barmabdurlar və nizami peyrulğida rast barub geri qalmayıbdurlar. Nəbə'ün aleyhi bu badiyə pemaları bu badiyə pemaları ya pemaları olur peymaları olur siyahları şahrahiqə samlıq üçün və veyhilarni olursa məstlarğa həm qətar qılmaq üçün müttəsil üslubida və ol buzurgvar balaغت və sar və ol gözüde akabir fəsahət şiar söz bostaninin tuti şekerxasi a'ni nevai həman nevai kiminin xami muşikaf birlə şirin zaban mətlublar tar zülfün pərişan qılıb pərdi zəmir kibidin xiyal cilvegahıqa çıqardıbdur və bənə kilki xara güzar birlə ehtimalen yenə olacaqdır və yenə kilki xara güzar birlə Fərhad Nir ehtimalen Fərhad Nir Fərhad Nir zalbaları vələq tabları bilmirəm nə oxunur talibləri Fərhad niruluq taliblərin kim Qurqanidin söz bi sütuniğə siparıbdur ol ki Moğul istilahın ilab məşhur eylədi yəni ilab məşhur ildi Ərəb və əcəm ilidin mənşur bulsa nə əcəb cahan
mənim getmək vaxtım oldu. Onun üçün gedim o qisməti ki, orada şahlardan danışırdı. Oranı oxuyum, qutarım. Nəzm. ز غمت چنین که خارم ز کسان کنار دارم من و بی کسی و خاری به کسی چه کار دارم مگذار بار دیگر به دلم ز سرگرانی که به سینه کوه حسرت من بردیار دارم مگشا زبان به پرستش بگذار تا بمیرم به پرسش olacaqdır مگشا زبان به پرسش بگذار تا بمیرم که ز جور بی حد تو کله بی پشمار دارم یارب که یری چرخ نباسی بلسون یارب که یری چرخ نباسی بلسون تسبیح ملک ذکر دعاسی bulsun افلاک اینان چش رضاسی bulsun نادر بگاسی bulsun تا دور بگاسی bulsun. Burada qırmızı ilə yazıb ehtimalən ki, dedim ancaq Ulağı məcmə-i Salatin Ruzgar zikrida kim Atiullah və Atiur Rasul və ulul əmri minkum libasi şəgəsin açıb nəsim-i ədalət birlə mütəhərrik qürurlər. Əs-Sultan Zillullah fil ərzeyn humayi sayi seyda olturub humayi sayi seyda olturub aləm ilini cenah-i himayətləri pənahida اسرارlar və əbvab-ül müluk qiblətul hacat qapısın məfdud tutab adli sedasın xabas və avam qulağı yetirirlər bunu oxuduq orada hamandır yetirirlər haman yetirirlər və guşi canığa isma qılurlar. Əgər ki bu muxtəsər risalənin ölcə vüsəti yoxdur, eləcə vüsəti yoxdur bu padişahlarının yenidin birinin zikr xeyrin bitmaqqa mütəhəmmil bulğaylar əlac yetmin və bitürk üçün ismi şəriflərin və əş'ar-ı lətiflərin hər qovmi qılmaq güstaxlığı olunur. Şah-ı Cənnət Məkan Şah Təhmasib Hüseyni Nəvvərəllah qəbrəhu alişan padişahı irdi abad əzdadi şivəsi şücaət və vilayət himmət və hidayət nəticəsi din bəhrəmənd və kamyab irdi. İllik 3 yıl padişahlıq təxtigahı üstüdə mütəməkkin irdi. Əvail səltənəti din, əvasit dövləti ғəcə hər keşvərqə kim rayat zəfəratin mütəvəccih qıldı. Heç padişah və padişah nişan müvacih bulamadılar və əgər bulsalar irdi məğlub bulur irdilər. Əvsəti padişahlığı din intihai səltənətli ғəcə məsnəd-i vilayətdə tikyə qılıb. Hindü, Rum müarizləri öz ayaqları bilə dərgah-ı Humayun pənahiqə mültəci bulur irdilər. Diqqət buyurursunuz da görürsünüz ki burada Sultan Hüseyni Təhmasibdən danışır, Səfəvi dövlətindən danışır və bunu deyir ki Hindistanda olanlarla Rum, yəni Osmanlı bunun dərgahına gəlirlər, yalvarırlar. Məsələn, kitabı belə dəyişdiribdir. Yəni, baxın, Hindü təkyə qılıb, Hindü Rum müarizləri öz ayaqları bilə dərgah-ı Humayun pənahiqə mültəci bulurlar, pənahəndə olurlar, yəni. Bulurlar, irdilər. Türkistan və Fərəngistan, Türkistan, ya indi burada düzün işlədi, heç olmasa, Türkistan و فرنگستان سرکش و سرورلاری تحف و هدایا پرلورlar irdi. İstedad fitrisi hem onlıq irdi.
kim ruh افزا کلماتی سراسر و ظرایف irdی. اگر متوجه bulsa ایزدلار تمام ömrümüzün kelam bilə təkəllüm qılmaq qadir irirdilar. Lihaza Əmir bəy möhr tərifi da bədihə etübdürlər kim Məsnəvi. Buradan bu yüzden getirir o yüzden. Kitap zahiren Təhmasib dövründə yazılıbdır. Yəni yazılan əsli kitab Təhmasib Hüseyni zamanında yazılmış. Pəs bu da əsli kitab budur. Yəni burada yazılıb. Amma biraz qeydim dalıya görüm acaba bu ayrı bir şəxsidən də burada danışır ya yox. Bir qət'ə filan yox, elə onu adı odur. Təhmasibdən danışır. Təhmasib Hüseyni. Bir də gedim onu görüm. Şah Təhmasib Hüseyni. Bunu yazın burada. Əceləm var. Şah Təhmasib Hüseyni. شاه طهماسب با توجه به نام و دوره احتمالاً اشاره به شاه طهماسب صفوی داره که سلسله صفوی در ایران رهبری میکرد. ایران یخیده o zamanda معرفی کوتاه. نام شاه طهماسب ابن شاه اسماعیل صفوی. Zat 900'de doğulubdur və 970'de Allah'ın rəhmətinə gedibdir. Hökmrani 1921'den 972'ye qədər 51 il ömr eləyibdir. Ya hökumət eləyibdir. Məzhəb Şii 12 paytaxt Təbriz və bədha Qəzvin. Vicigi ehtimalən birinci şey Təhmasibdir də, yəni Şah İsmailin dedi oğludur. Şah İsmail əvvəlin oğludur. Ha bax, bu kitab yazılsa deyək ki 900-dən 972 illər arası olar. Deyək ki 72 ilə üzr istəyirəm 921 ilə dedi ki 921 ilə səltənət dövrü 921 ilə 972 illər arası. Kitap yazılsa deyək ki, yap belə vaxt zamanda yazılsın məsələn 950-də, 60-da. 960-da yazılsa 960, bu da 400 şey, bunu da tez çıxadım, qaçaq. Burada kitap özünü öldürür. 960 desək, 960, bundan çıxsaq 1447 478 il, 87 il. 487 il. Amma deyək ki bu biraz o üz bu üz tutsaq, yəni 500 ilə yaxın öncə bu kitab yazılıbdır. Yəni 500 ilə yaxın olan zamanda yazılıbdır. Allaha şükür olsun ki bu günləri 2 dənə dərin kitabla baxın, bu əslində bu kitab ki burada gördük indi Azərbaycan Təbrizdə yazıbdır, Azərbaycan dilində yazıbdır. Biz nədən isə 250 il bundan qabaq dedik o kitabı o adam ha zaman yazdırıbdı 1267'də 180 il bundan öncə məsələn. Bunu da gətirək, burada yazaq. Dedik ki bunun adı nə idi? 1267'də bunu yazdırırsa, indi də 1447 isə 180 il öncə də, yəni 180 il öncə tamam. Bu yazılmış bu kitab. Yəni onda Təbrizdə bu dili danışırmışlar. Bu dil burada yazılan belə dilmiş. Heç bu demək olar ki, cığataylığı çox da bizə gərək biganə olmayaydı, amma biganə olub. Hər halda
Allaha min mərtəbə şükür olsun bu günləri iki kitabdan danışdıq və mənim düşüncəmi bu gün dəyişdirdi. Mən bu kitabı daha bir dəfə ehtimələn sabahları bu kitaba yenə bir baxaram. Çünki bu Təbrizli bir adam yazdığı üçün və 180 il öncə bu kitabı yazdığı üçün əlbəttə bu kitab öncələr yazılıbdı. 500 il öncə yazılıbdı. Tamam, 500 il öncə yenə də Azərbaycanda yazılıbdı. Yəni Azərbaycanda danışılan, Azərbaycan İmperatorluğunda danışılan dildə, ləhcədə, türk ləhcəsində yazılıbdı. Ona görə bu kitab Cığatay deyil. Bu bizim dilimizdir. Amma nədənsə bu günləri biz bunu Cığatay deyə oxuya bilmirik.